Bir açın beni. Bana kapıdan lan. Salam hörmətli izləyicilər. Bugün sizə Azərbaycan kinosunun ən sarsıdıcı və real filmlərindən biri olan Fəryad haqqında çoxlarının bilmədiyi faktları danışacağıq. Bu film təkcə bir kino deyil. Bu canlı tarix, ağrı və gerçək həyat hekayəsidir. Saşik, lampa Yerevanskidir. Bəs necə? Kime sen var? Film adi studiyada yox, real müharibə zonasına yaxın ərazilərdə çəkilib. Bəli, çəkilişlər zamanı heyət faktiki olaraq təhlükə içində işləyirdi. Bu da filmdə gördüyünüz qorxu və gərginliyin süni yox, real olmasına səbəb olub. Film 1993-cü ildə 1-ci Qarabağ müharibəsi davam etdiyi vaxt çəkilib. Yəni, ekranlarda gördüyünüz hadisələr həmin dövrdə insanların yaşadığı real faciələrin birbaşa əksidir. Çəkilişlərin bir hissəsi Şuşa və Ağdam kimi müharibədən ciddi zərər görmüş ərazilərdə aparılıb. Bu səbəbdən filmdəki dağıntılar dekorasiya deyil, real həyatın izləridir. Filmdə istifadə olunan bəzi səhnələrdə aktyorlar həqiqətən emosional sarsıntı keçiriblər. Çünki onlar sadəcə rol oynamırdılar. Həmin hadisələri yaşamış və ya şahidi olmuş insanları canlandırırdılar. Karabağ'dan kör boşadım baştan oynadılar. Oqta. Kimdir? Kevon. Mənəm, Kevon. Sən kimsən? Это Исмаил. İsmail'dir. Я тебе Mən sənə 10, yox 20 kanister benzin verirəm. бензина. А ты мне назовешь Sən isə mənə qız uşağını bu hala salanın adı deyirsən. Nədir Türk itoğlu? Bunu mən eləmişəm. Levon, Yarım saatten sonra 20 kanister benzin mutlaka hazır olsun. Filmin baş qəhrəmanı olan obrazı canlandıran Ceyhun Mirzəyev bu rol ilə tamaşaçıların yaddaşında dərin iz buraxdı. Onun ifası o qədər real idi ki, bir çox tamaşaçı bu obrazı real insan kimi qəbul edirdi. Filmdə düşmən obrazını canlandıran Məlik Dadaşov isə karyerasının ən uğurlu rollarından birini məhz bu filmdə oynayıb və obrazın yadda qalmasında böyük rol oynayıb. İlk dəfə mən çox həyəcan keçirdirdim, zalda oturmuşdum. Gözləyirdim ki, tamaşaçı necə qəbul edəcək mənim rolümü. İlk dəfə, elə mən birinci dəfə ekrana gələndə orada bir söz var, deyirəm ki, erməni arvadına, deyirəm ki, mataq, Arşalus mataq bir sözüm var. Zaldan birdən gördüm, bir dənə arvadın səsi çıxdı, görünür, çox qəzəbli idi ermənilərə qarşı. Döndü ki, Allah sənin canını alsın. Zəhrimar bir dənə belə söz elə təhqir elədi ki, mənə o söz xoş gəldi, inanın mənə. Çünki mən bildim ki, bu obrazı yaratmışım. Armen Haçaturians. Va. Mən inanıram ki, ömrüm boyu apardığım mübarizədə sonuncu dəfə Azərbaycanlı Türk görürəm. Ona diqqət. Bugün bizim rəşadətli özünü müdafiə hissələrimiz Hocalanı aldı. Filmin bəzi səhnələri ssenaridən kənar çəkilib. Rejissor anın emosiyasını itirməmək üçün aktyorlara improvizə etməyə icazə verib. Bu da filmin təsir gücünü daha da artırıb. Film yayımlandıqdan sonra bir çox tamaşaçı onu izləyə bilmirdi. Çünki hadisələr çox ağır və sarsıdıcı idi. Hətta bəzi insanlar filmi yarıda dayandırdıqlarını deyirdilər. Filmdəki səslər və partlayış effektlərinin bir qismi real səslərdən istifadə edilərək hazırlanıb. Bu isə filmi daha da ürək ağrıdıcı edib. Film təkcə Azərbaycanda yox, digər ölkələrdə də nümayiş olunub və müharibənin acı həqiqətlərini dünyaya göstərmək məqsədi daşıyıb. Fəryad sadəcə film deyil, bu bir xalqın fəryadıdır. O dövrdə yaşananları unutturmamaq üçün çəkilmiş ən güclü ekran əsərlərindən biridir. Bu film illər keçsə də
aktuallığını itirmir və hər baxanda insanın ürəyinə toxunur. Əgər siz hələ də bu filmi izləməmisinizsə, mütləq baxın. Bu sadəcə kino deyil, tarixdir, yaddaşdır, gerçəkdir. Sonda isə demək istəyirik ki, bizim məqsədimiz Azərbaycan kino mədəniyyətini gələcək nəsillərə çatdırmaq, onu yaşatmaq və zəngin kino irsimizi unutturmamaqdır. Bu cür videoları da məhz bu niyyətlə hazırlayırıq ki, keçmişimizi, tariximizi və dəyərlərimizi hər kəs tanısın və yadda saxlasın. Əgər bu cür videoların davamını istəyirsinizsə, kanala dəstək olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Növbəti maraqlı və faktlarla dolu videolarda görüşənədək. Sağ olun, salamat qalın.